Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Göygöl rayonunda, Göygöl rayonunun Balçılı kəndində, yəni Qırxlı bələdiyyəsində, bax qarşıda gördüyünüz barının arxasında 6 sot torpaq sahəsi satılır. Bax bu yol üzrə deməli 18 metrdir, uzunluğu isə 34 metrdir. 6 sotdan bir balaca çoxdur. İndi mən sizə bax həmin mərkəz yol göstərirəm. Deməli marşrutların işləyən yoludur. Bax bu kəndin əsas yoludur. Hal-hazırda bax oradan bura qədər olan məsafə deməli 50 metrdir. Sənədi çıxarışdır. Asan xidmət dalğı-satqı gedən sənəddir. Onu da deyim ki, hal-hazırda siz qaz və işıq xətlərini görmüşsünüz. Onu bilirsiniz ki, qanun çərçivəsində əgər torpağın çıxarışı olarsa, gələcəkdə qaz və işıq xətlərini çəkdirmək çətin deyil. Yəni qanun buna icazə verir. Deməli dediyim kimi 6 sotdan bir balaca çoxdur. Qiyməti 18.000 manatdır. Mən bildiyimə görə qiymətində razılaşma olmalıdır. Bax bu torpağın çıxış hissəsi bax bu küçədir. Bax bu stolpanın arxasından, yəni mənə deyilənə görə darvaza qoyulmalıdır. Bax bu cürdür. Bildiyiniz kimi Balçılı ya 36 nömrəli marşrut işləyir. Gəncə şəhərində Gəncə qalasının üst tərəfindən marşrutlar işləyir. Marşrutun gediş haqqı 60 qəpikdir, ancaq taksilərdə işləyir. Oradan bura, bax bu Balçılıya 1 manatdır. Yenidən bu həmin yolu göstərirəm. Torpaq sahəsi barının arxasındadır. Təxminən 30-dan çox ağac növü var. Qiyməti 18.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bax belə. Yəni gördüyünüz kimi ətrafda da çoxlu sayda yaşayış var. Sizlərə uğurlar.